Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Demək, nəzərinizə çatdıram, hörmətli izləyicilər. Demək, Xırdalan Qayı yolundan, yəni Xırdalan dairəsindən, Sentralniyə gedən yolundan, Binəqədi yolunun üstündən 100 nömrəli marşrutdan 100-150 metr məsafədə. Marşrutdan elə uzaqdır, yola da yaxındır. Yəni 2-3 dəqiqəlik məsafədə yerləşir. 3-dən 4-ə düzəlmə. Qoşadaşdan inşa olunub, hörmətli izləyicilər. Nəzərinizə çatdırım, şəxsi inşa olunmuş bir evdir. Gördüyünüz kimi həyətinə girən maşındır. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin, bütün ev haqqında sizə məlumatlarımı verəcəm. Gördüyünüz kimi bura həyət yanı sahəsidir. Rahat həyətinə bir maşın girir. Yəni bu ev bugünkü vəziyyətdə bazar qiymətindən yəni aşağı verilir. Dəyərindən ucuz verilir, hörmətli izləyicilər. Nəzərinizə çatdırım. Yəni belə evlər 75-80 min civarındadır. Yəni bunu nəzərinizə çatdırım. 3-dən 4-ə də düzəlmədir. Evin yan tərəfləri bu tərəfə keçmək mümkündür. Sağ tərəfinə qədər görürsünüz, hörmətli izləyicilər. Həyətində belə sanitar qovşağı var. Evin arxa tərəfləri də açıqdır. Havalanma tam uyğundur. Demək, bu hissəsi 3 olub bura kimi. Buradan sonra artırılıb ev. Yəni 3-dən 4-ə düzəlmədir. Bunu da indi nəzərinizə çatdıracağım. Hamısı ətrafı məlumat verəcəm. Həyətinə görürsünüz, rahat bir maşın daxil ola bilir. Su çayınızadə hamısı qaydasında vardır. Qalxaq indi evin içi ilə tanış olaq. Hörmətli izləyicilər, giririk evin içinə. Nəzərinizə çatdırım, o nə varsa yenə deyirəm. Dəyərindən ucuz verir. Bu qiymətə şəxsən ev yoxdur, sonda qiyməti deyəcəm sizə. Hələ indirimdə olacaq. Girən kimi burada studiya zal kimi düzəldib. Yəni əvvəl artırmanı. Studiya zaldır, mətbəxdir, genişdir. Zal kimi oturmaq üçün tam rahatçıdır, genişdir, göz qabağındadır. Studiya zaldır. Genişdir, haradasa 20-22 kvadratdır. Bax, belə bir mətbəxdir. Studiya zal kimi yaradıb. Kondisioner zadı da hamısı var. Yəni, düz deyəndə burada danışıqda nasıldır? Mətbəx mebelinlə həmişə evlər evdə qalır. Kombi sistemi çəkiləsədir. Bunu nəzərinizə çatdırım, hörmətli izləyicilər. Demək, sağ tərəfdə burada bir uşaq otağıdır. Evin kamera sisteminə mövcuddur. Yəni, bunu da nəzərinizə çatdırım. Bura qonaq otağıdır əslində. Bu hissəsi. Qanuni qonaq otağıdır. Demək, uşaq otağı, qonaq otağı. Bu da bir yataq otağıdır. Gördüyünüz kimi, hörmətli izləyicilər, istiri sistemi kombisi çəkilməlidir. Evin demək olar hər tərəfi qoşadır. Bir dənə bu sağ tərəfi, gün çıxan tərəfi təkdir. Amma bununla nəzərinizə çatdırım. Gələn adam olsa görəcək. Bunun bütün məlumatları sizə verirəm. Burada da hardasa 15-16 kvadratlıq bir yataq otağıdır. Sonunda bura, dəhlizin sonunda bura sanuzel hissəsidir. Sanuzelə də təmirə ehtiyac var. Bunu da nəzərinizə çatdırım. Olanlar nədirsə onu deyirəm, hörmətli izləyicilər. Bugünkü vəziyyətdə yola yaxın yerdə yerləşir. Evin bələdiyyə sənədi var, arxiv sənədi var. Bunları nəzərinizə çatdırım. Yəni kupçaya gedən sənəddir. Hörmətli izləyicilər, kimlərsə evini satmaq istəyirsə 055 389 3808 nömrəsi ilə əlaqə saxlayın. Evlərin satılmağına köməklik göstərə bilərik. Demək, YouTube'da, Instagram'da, TikTok'da Seç Al Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymətli evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb, kodları götürmək yaddan çıxmasın, hörmətli izləyicilər. Evin qiyməti yenə deyirəm. Bax, bugünkü vəziyyətdə belə evlər 75-80 min civarındadır. Bugünkü vəziyyətdə bu evin qiyməti 65 min start qiymətdir. Real alıcı olsa endirim olmağına olacaq. Birbaşa sahibi ilə görüşəcəksiniz. Son sözü, hörmətli izləyicilər, ev sahibi deyəcək. 3-dən 4-ə düzəlmə. Normal yaşayışlı bir evdir. Kim alsa özü yüngülvarı xərclər çəkəcək, yəni olan budur. Sona qədər izlədiyiniz üçün də təşəkkür edirəm. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alana da xeyir versin, Allah satana da. Amin.